Qaraçuxur qəsəbəsində Səyavuş Aslan küçəsində yaşayan sakinlər iddia edirlər ki, bir neçə il əvvəl yaxınlıqdakı hərbi hissə söküldükdən sonra onun ərazisində yerləşən iri kanalizasiya sistemi də sıradan çıxıb. Nəticədə ətraf yaşayış massivinin tullantı suları artıq keçmiş hərbi hissənin həyətinə axır. Sakinlərin sözlərinə görə ərazidə yaranan gölməçələrdən yayılan kəskin üfunət xüsusilə isti havalarda yaşayışı demək olar ki, dözülməz hala gətirir. Hərbi hissə buradaydı, heç bir problem yoxdur. Çünki bu evlərdən gedən kanalizasiya xəttləri həmin hərbi hissənin kanalizasiya xəttinə qoşulmuşdu. Nəinki buranın, hətta o günəşli tərəfdən olan o binaların da kanalizasiya xəttləri ora qoşulmuşdu. Hərbi hissə söküləndən sonra və eyni zamanda həmin müddətdə kanalizasiya xəttini də dağıtdılar. Kanalizasiya xətti dağıldığına görə bütün bu evlərdən gedən axıntı suları əraziyə dağıldı. Biz dəfələrlə müxtəlif instansiyalara müraciət elədik də, amma tədbir görən yoxdur. İndi son dərəcə dəhşətli bir vəziyyət yaranıb. Burada üfunətdən durmaq olmur, ağzaqanadlar əlindən tərpənmək olmur. Sakinlər bildirirlər ki, problem təkcə xoşagəlməz qoxu ilə də məhdudlaşmır. Kanalizasiya sularının toplandığı ərazi müxtəlif həşəratların və ağcaqanadların çoxalmasına səbəb olur. Uşaqlar yazıqlar, çölə çıxmağa imkan vermir. Ağcaqanad axşam bilsən nə edir? Elə bir qarışqı saya bilərsən onu yox. Mümkündür. İlanlar da ki, bu ili, keçən ili bəlkə də 10 dənə ilan öldürürlər. Axşam vaxtı burada ümumiyyətlə gəzmək olmur. Həşərat, böcək, bu qonşunun evində ümumiyyətlə bir neçədən ilan tutub, yəni onlarda da balaca uşaq var. Ucu da bu günə qədər biz səbr eləmişik, amma ucu cəmaət də dilə gəlib. Sakinlər deyirlər ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib. Rəsmi məktublar göndərilib, lakin indiyədək problemin aradan qaldırılması istiqamətində konkret tədbir görülməyib. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, əraziyə baxış keçirilib, tullantı su xəttində müşahidə olunan mövcud problemin səbəbləri araşdırılıb və bunun həlli istiqamətində müvafiq planlar hazırlandıqdan sonra əsaslı təmir və bərpa işlərinə başlanılacaq. Şəbnəm Qurbansoy, Vüsal Cəfərov, Xəzər xəbər.